Hər vaxtınız xeyir. Təklif olunan dəyişikliklərin lehinə 7.954.667 nəfər səs verib ki, bu da səs verənlərin 87,15%-ni təşkil edir. Əleyhinə isə 898.099 vətəndaş səs verib. Daha 146.558 bülleten etibarsız sayılıb. Beləliklə səs vermədə seçicilərin yarıdan çoxunun iştirak etməsi səbəbindən referendum baş tutmuş hesab olunur. Referendumun gedişinə beynəlxalq müşahidəçilər də qiymət veriblər. Müşahidə missiyalarının məlumatına görə səsvermənin nəticələrinə təsir göstərə biləcək hər hansı pozuntu qeydə alınmayıb. Xatırladım ki, Qazaxstanda yeni konstitusiya üzrə respublika referendumu martın 15-də keçirilib. Səsvermə məntəqələri yerli vaxtla saat 7:00-dan 20:00-dək fəaliyyət göstərib. Vətəndaşlara kütləvi informasiya vasitələrində dərc olunan yeni konstitusiya layihəsinin qəbul edilib-edilməməsi barədə sual ünvanlanıb. Referendumun yekun nəticələrinin referendum üzrə Mərkəzi Komissiya tərəfindən 7 gün ərzində rəsmi şəkildə elan olunacağı gözlənilir.